Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam etdirilib. Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı günahsız insanların məhz Azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv edilməsi ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavab veriblər. Təqsirləndirilən şəxs Arkadi Qukasyan, baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər haqqında ilk dəfə 1992-ci ilin fevralında rəsmi məlumatlar verilməsi nəticəsində məlumat aldığını bildirib. O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə Azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi, deyə Qukasyan bildirib. O, dinc əhalinin qətlini pislədiyini vurğulayıb. Bu, qəbul edilməzdir, müharibənin qanlı səhifələrindən biridir, deyə Qukasyan bildirib. Arkadi Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyanın, hərbiçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş Komandos ləqəbli Arkadi Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan dırnaqarası özünü müdafiə qüvvələrinin rəhbəri Serj Sarkisyan idi. Bütün müharibələrin əleyhinəyəm, amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir, deyə Qukasyan bildirib. Təqsirləndirilən şəxs Bako Saakyan, baş prokurorluğun dövlət ittihamını müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən dərin və təfsilatlı məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan video materiallara və sənədlərə işarə edərək bildirib. Bu qədər təfsilatlı bilmirdim, amma bu mənim mövqeyimi dəyişmir. O vaxtda, indi də bu cür hadisələri pisləyirəm, deyə Bako Saakyan bildirib. Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş Sovet ordusunun 366-cı motoratçı alayının iştirakı barədə eşitdiyini, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini bildirib. Təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə dırnaqarası deputat olduğunu söyləyib. Təqsirləndirilən şəxs David Babayan isə dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki, Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər məqsədlərinə çatıblar. Bu əməliyyatda müxtəlif qruplar iştirak edib, deyə o vurğulayıb. David Babayan onu da deyib ki, hətta qondarma rejimdə Xocalının azad edilməsi uğrunda medalı təsis olunub. Zərər çəkmiş şəxslərin nümayəndəsinin əgər Ermənistanın iddia etdiyi kimi Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib? Arkadi Qukasyanın da məhkəmədə dediyi kimi yüzlərlə Azərbaycanlı Xankəndiyə aparılıb sualına isə David Babayan cavab verə bilməyib. Əvəzində o, uşaqlara, dinc sakinlərə qarşı edilənlərə necə bəraət vermək olar? Bu, barbarlıqdır, deyib. Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini 1-ci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O, qondarma rejimdə Xocalı əməliyyatı ilə bağlı müzakirələr olmadığını iddia edib və deyib. Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə də bilirik ki, orada kimlər iştirak edib, necə olub? Xocalı əməliyyatı ilə bağlı isə müzakirələr aparılmayıb. O vaxt başlıca hərbi rəhbər Arkadi Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və razılığı ilə keçirilib, deyə Harutyunyan bildirib. O əlavə edib ki, istənilən halda bu bağışlanmaz bir faciə idi. Daha sonra məhkəmədə Memorial İnsan Hüquqları Mərkəzinin 1992-ci il fevralın 25-26-sında Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi tədqiq edilib.
Təşkilatın hesabat sənədində bildirilir ki, erməni hərbiçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı əhalinin kütləvi qətilləri, insan haqlarının milli zəmində pozulması halları baş verib. Xocalı Ermənistanın hərbiçiləri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər mütəşəkkil formada həyata keçirildi deyə sənəddə qeyd edilib. Sənədə görə deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılıb ki, bu da qondarma rejimin dırnaqarası hakimiyyətinin bu barədə müvafiq əmrinin olduğunun aşkar göstəricisidir. Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda haqq qazandırıla bilməz. Memorial İnsan Hüquqları Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrinə kobud qaydada ziddir. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanovdan və Anar Rızayevdən ibarət tərkibdə və ehtiyat hakim Günel Səmədovanın iştirakı ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və digərlərini təqdim edib. Habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.